Pis dediyin insanın yaxşı tərəfini görmürsənsə, o demək deyil ki, onun yaxşı tərəfi yoxdur. İllər boyu yığdığı problemləri, çözmədiyi problemlər gəlir səndən üzbəüz. Qal indi otur məsələni həll elə. Qınamaq biz üçün çox asandır. Anlamaq çox çətindir. Həyat bir oyundur. Bu həyatda kimə daha çox bağlanırsansa, kimi ilahiləşdirirsənsə, Allah onu səndən alacaq. Nəyə həddimirsənsə, onu da yaşayacaqsan. İnsanların çoxsu da, yəni öz istəklərinə əsasən yaşamırlar. Bu bizim deyilməyən sözümüz, eşidilməyən səsimizdir də. Şəfaçı deyir ya, şəfanı verən Allahdır. Başları daşdan daşa dəyir. Sonra artıq faciə yaşayıb sonra ayılmaq və dəyişməyi seçir. Həyatınızı çözün. Çözməyincə övladlarınızın qabağına çıxacaq. Poladova Kəmalə Asif qızı 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 10 nömrəli orta məktəbi bitirmiş. Ali təhsilini Bakı Dövlət Universitetində almışdır. 2018-ci ildən şuuraltı elmlərin tədqiqatı ilə məşğuldur. Hazırda şuuraltı terapist olaraq fəaliyyət göstərir. Ailəlidir, 3 övladı var. Kəmalə xanım, xoş gördük. Hər vaxtınız xeyir olsun. Ruh nədir və nə üçün mütəmadi olaraq yer kürəsinə gəlir? Ümumiyyətlə, ruh ən ali varlıqlardan biridir demirik. Çünki ən ali varlıqdır və ruh Allahın nəfəsindən və torpaqdan yaranıb. Ona görə də bir elektromaqnit belə deyək də, bir varlıqdır deyə bilərik. Çünki həm torpağın elementləri var, həm də Allahın nəfəsinin elementi var. Və ruh bu dünyaya bir tək məqsədlə göndərilir, dərslənmək üçün. Yəni bizim bir tək missiyamız var, dərs alacaq. Başqa heç bir missiyamız yoxdur bizim. Məsələ burasındadır ki, ruhun aldığı dərsi bədən bilmir. Bəli. Bədən də üç hissəyə bölündüyü üçün mütəmadi davalar gedir. Bəli. Bu sənin öz içindəki bir savaşındır. Bəli. İnsan öz içindəki savaşından nətər qurtulsun? Biz indi yavaş-yavaş bu mövzuya gələcəyik. Sadəcə mən nəyi izah etmək istəyirəm, nədən başlamaq istəyirəm? Adəmin vaxtından artıq bizə Adəm yaradıldı və ona deyildi ki, biz hal-hazırda möhtəşəm bir təlim keçmişik və həqiqətən də o təlimin təsiri tamamilə başqadır və Adəmə deyildi ki, insan övladı bu dünyada hədd etdiyi hər bir şeyi yaşayacaq. Nəyə hədd etmisənsə, onu da yaşayacaqsan. Gəlirik sizin mövzunun cavabına ki, insan şuuraltıdan və bədəndən ibarətdir. Şuur cəmi 5, maksimum 10%-dır məni idarə edə bilər. Şuurlu şəkildə mən deyə bilərəm ki, mən məsəl üçün bu cinsi geyinəcəm bugün verilişə və yaxud da mən hal-hazırda çəkilişə gedəcəmmi, getməyəcəmmi, mən Porsche istəyirəm, mən ev istəyirəm, villa istəyirəm. Bu mənim şuurlu olaraq istəklərimdir. Şuuraltı elmi dildədir, amma belə sadə dildə desək bizim ruhumuzdur. Ruhumuz bizim 95% bütün həyatımızı idarə edir. Ruh hiss deməkdir. Məsələn, mən şuuraltı ilə məntiqdir. Şuuraltını idarə edən ego və məntiqdir. Amma şuuraltını isə həmin o materiyaya bağlayan, məsəl üçün bu mikrofonu bağlayan bir hissdir. Mən bu mikrofona dayandım və hal-hazırda çıxış eləyirəm. Mən indi hansı hisslər keçirirəmsə, bu mənim şuuraltımdır. Əgər mən qurbanlıq roluna hədd edirəmsə, mən qurbanam, mən əziyyət çəkirəm, mən kədər içində yaşamaq istəyirəm. Mən düşünürəm ki, kasıb olmaq, məsəl üçün, mənim haqqımdır və yaxud da varlılar bu həyatda əziyyət çəkir və yaxud da pis insanlardır. Mən ona hədd edimsə, mən onu da yaşayacağam. Yox, əgər mən deyirəmsə ki, nə olursa olsun, mən hər şeyin ən gözəlinə layiqəm, mənim düşüncələrim pozitivdir və mən həyatda uğurlu bir insanam, mənim beynim bu cür düşünürsə, yəni bu cür kodlanırsa desək, mən onu yaşayıram. Nəyə görə? Çünki mənim ruhum ona hədd edir.
Bəs burada insanın öz gördüyünün ruhuna təsiri yoxdurmu? Çünki biz gördüklərimizin və eşitdiklərimizin hardasa bir yekun nəticəsi deyək. Deyim ki, bir uşaq böyüyürsə yaxşı bir yerlərdə, o yaxşı nələrsə də daha sonra təsəvvür edə bilir. Yox, görməyibsə, görmədiyi bir şey necə istəyə bilsin? Ona görə yəni əslində bizim ruhumuzun yaşadığı bizim gördüklərimizə bağlıdırmı? Dərslər əgər soruşsaq ki, nəyə əsasən ruha verilir? Yəni Belə, bəli. Bunu soruşursunuz. Ruhun təkamül səviyyəsinə əsasən və daha öncədən keçdiyi dərslər əsasına ona verilir. Bir söz var, deyir, bir insanın gücü yetdiyi qədər ona verilir. Yəni daha artığı verilmir, çünki sən onun altında əzilərsən. Hər bir insana eyni problemlər, eyni çözülməsi olan məsələlər verilmir. Sizə fərqli bir şey verilir, mənə fərqli bir şey verilir. Mən bu dünyaya enirəmsə, mənim ruhum enirsə və bədənləşirsə, çünki mən bu dünyada dərsləri almaq üçün bədən formasını almalıyam. Bədən formasını almamış, mən bu dünyadan bu dərsləri keçə bilmərəm. Mən bədən oluram və mənim keçmişlə bağlı bütün hadisələr, keçmiş həyatlar deyirik biz ona, çoxu bunu qəbul eləmir. Amma çox xahiş edirəm, bunu daha çox elmi cəhətdən anlamağa çalışın. Və ruh keçmiş həyatları unudaraq bədənləşir ki, bu həyata gəlir və müəyyən bir pillələrdə dərslənmə keçir. Baxın, ruh bu dünyaya enəndə, yer kürəsinə enəndə müəyyən bir ərdəm deyirik biz ona, xüsusiyyətlər. İnsanın pozitiv xüsusiyyətlərini hiss etmək üçün, yaşamaq üçün və qəbul etmək üçün enir. Misal olaraq, mən kəmali olaraq əgər bu yer kürəsinə enmişəmsə ki, empati hissim olmalıdır, şərtsiz sevgini öyrənməliyəm və yaxud da vətənpərvərliyi öyrənə bilərəm və yaxud da digər xüsusiyyətlərdir. Mən onları öyrənməyə, bəli. Hal-hazırda mənim indi kəmali olaraq yer kürəsinə düşdüyüm həmin o andan etibarən mənə bu bir neçə xüsusiyyətləri öyrənmək tapşırığı verilir. Tapşırıq verilir. Çünki yaradana, Allaha mənim o keçdiyim pillələr lazımdır, xüsusiyyətlər lazımdır. Sən mənim haqqımda, Aytən Kəmalə haqqında düşünə bilər ki, Kəmalə bir köplük adam deyil, misal olaraq. Amma mən ümumiyyətlə kainat sistemində mən bu xüsusiyyətləri tam olaraq özümdə aktiv etmək üçün enmişəm. Niyə aktiv eləməz? Bu ruhun təkamül yoludur, evolyusiya yoludur. Bir tək peyğəmbərlər artıq bütün bu ərdəmləri qəbul etmiş və birbaşa Allaha belə deyim, geri dönən güclərdir, ruhlardır. Biz peyğəmbər deyilik deyənə, biz o yolu, biz o təkamül yolu keçməliyik. Bu həyat bir oyundur. Yəqin eşitmisiniz bu sözləri və burada matrisadır. Yəni əslində mənim sizə gördüklərim mənim güzgümdür, mənim daxili vəziyyətim. Siz onu mənə göstərirsiniz. Və yaxud da mənim daxili vəziyyətimi mən sizə göstərirəm. Yəni bir proyeksiya yaranır, bir oyun qurulur ki, sən burada bunu yaşamalısan. İnsanların problemi bilirsiniz nədən yaranır? Ki biz bu həyatı həddindən artıq çox ciddiyə alırıq. Hər zaman deyirəm, probleminiz var, sıxıntılarınız var, 50 il sonra nə siz olacaqsınız, nə də sizin problemləriniz olacaq. Və bu həyatı həddindən artıq ciddiyə almaq lazım deyil. Bu həyatda bizim yeganə məqsədimiz ərdəmləri, xüsusiyyətləri özümüzdə aktiv etməyimizdir. Bu bizi Allaha yaxınlaşdırır. Baxın, bizim əsasən də bizim cəmiyyətdə ən çox istifadə olunan bir söz var. Sadəcə bunu bir misal olaraq gətirmək istəyirəm. Deyilir ki, bu həyatda kimə daha çox bağlanırsansa, kimi ilahiləşdirirsənsə, Allah onu səndən alacaq. Bəli. Və insanlarda bir qorxu yaranır ki, Allah pisdir və yaxud da Allah mənim hər hansı bir istədiyim nə varsa onu məndən tez bir zamanda alacaq. Bu nə üçün baş verir? Mən buna sizə elmi izahını vermək istəyirəm. Biz bilirsiniz ki, çakra sistemindən mövcuddur bizdə və aktivdir və 7-ci çakra birbaşa bizi yaradanın enerjisinə bağlanır. Hər gün istəyir namazda, istəyir duada, istəyir meditasiyada insanın ruhu yaradana bağlanmalıdır. Və sən artıq onun yerinə başqa birini qoyanda bu taç çakra qapanır. Sən elə bir tıxanıqlıq yaranır və o sistem onu atır ki oradan sən birbaşa yaradanın kanalına qoşula biləsən.
Burada sən onu çox istədin, Allah onu öz egosundan səndən aldı söhbəti deyil. Bu sistemdir, bu cür qurulub. Yəni mən Allahın nəfəsindən yaradılmışamsa, düzdürmü? Deməli Allahın zərrəciyi mənim içimdə var, mövcud. Bəli. Və yaradan yer kürəsini, planetləri, kainatları, yəni qalaktikaları yaradıbsa, bizim heç təsəvvür etmədiyimiz qədər, mənə icazə verilib ki, sən get bu həyatda öz həyatını yarat. Və mən nə edirəm? Mən balaca bir ruh olaraq, kvant olaraq, biz zərrəcik olaraq mən o böyük bir sistemə bağlanmalıyam ki, oradan depolanım, şarj olunum. Mən şarj ola bilmirəm, çünki ora qoymuşam başqa birini, övladımı, misal olaraq. Bəli. Yoldaşımı, atamı, anamı. Demişəm, ay Allah, o olmasa mən yaşaya bilmərəm. Qapandı. Ora nə gedir siqnal ki, biz bu ruhdan informasiya ala bilmirik. Qapadıb və sistem onu atır. Sistem onu atır və sən fikir vermisiniz ya yox, insanlar daha çox itki yaşayandan sonra, bir müddətdən sonra başlayırlar Allah Allah deməyə. Ayılmağa, yəni əslində bir növ ayılmağa. Gözləri bəli tutulmuş olur. Əziz Sağlam Həyat kanalının izləyiciləri, 7 iyun 2026-cı ildə Nizami Kinoteatrının əsas zalında keçiriləcək Karmik Səyahət 3 adlı təlimimizə sizləri dəvət edirəm. Qeyd etmək istəyirəm ki, təlimçilərimizin ödənişsiz seansları olacaq. Bütün gələn iştirakçıların ödənişsiz seminarı hədiyyə olaraq qazanmaq şansı yaranacaq. Bu şansı əldən verməməkdən ötürü, oradakı möhtəşəm aura və enerjiləri qaçırmamaqdan ötürü hər birinizi tədbirimizdə gözləyirəm. Bunu əslində mən də heç cür qəbul edə bilmirəm, amma burada da bir necə deyim sizə, belə bir qərəzli bir hissə var. Misal mən çox uzun vaxtlar övladlarımı çox da belə içdən qoxlayıb öpə bilmirdim. Düşünürdüm ki, onları çox sevdiyimi göstərmək istəmirəm. Bəlkə bunu istəyərəm, bu Allahın sanki qəzəbinə gələr deyə düşünürdüm. Sonra dua formamı dəyişdim, istək formamı dəyişdim. Onları sevəndə ilk öncə deyirəm ki, sizi yaradana qurban olum. Sizi necə gözəl yaradıb. Bəli. Sizi yaradanı sevirəm, sizi gözəl yaradıb. Artıq sevgimi ilk öncə yaradana, daha sonra bəndəyə ötürürəm. Əlbəttə ki. Bu daha doğru versiyadır mən düşünürəm. Amma Kəmal xanım, bir öncəki mövzuya qayıtmaq istəyirəm. Biz deyirik ki, ruhun alacaqları ərdəmlər var da. Mən nə biləcəm ki, mənim ruhum nə qədər, nə ərdəmlər almalıdır? Əslində çox yaxşı sualdır. Yəni nə bilək ki, biz budur. Baxın. Bir vəziyyət təsəvvür edin. Ruh vətənpərvərlik dərsini almaq üçün hansı şəraitə düşəcək? Vətənpərvərlik olmayan müharibə şəraitində. Bəli. Düzdürmü? Ki, orada onu sübut eləsin. Məsəl üçün, mən özüm üçün deyirəm ki, Kəmalə çox mehribandır, çox mülayimdir, çox yaxşı bir insandır. Mən o mülayimliyi, yaxşı olmağımı harda bilə bilərəm? O vəziyyətə düşdüyüm halda və onu icra etdiyim halda, düzdürmü? Mən bilə bilərəm ki, mən bu vəziyyətdə bu cür yanaşdım. Mən əgər, baxın, şərtsiz sevgi, onu xüsusi olaraq bir metod yoxdur. Siz düşdüyünüz ailəyə baxın, düşdüyünüz mühitə baxın, düşdüyünüz ölkəyə baxın. Biz nəyi öyrənirik? Ədalətli olmağı öyrənirik. Biz nəyi öyrənirik? Hal-hazırda Azərbaycan sistemində ən çox aktual olan mövzulardan biridir ki, sən gərək pis insan olasan ki, sənin pulun olsun, düzdürmü? Mən bu vəziyyətdə pul qazanmağı öyrənirəm, mən inanmağı öyrənirəm, mən Allaha təslimiyyəti öyrənirəm. Qınamadan qadın olaraq hal-hazırda biz ölkədə uğurlu qadınlar üçün danışılanları hər birimiz şahidik, düzdürmü? Yəni daha çox gözə girənlər üçün şahidik. Mən o qınaq içində
özümü tapmağı və Allaha yaradana təslim olmağı öyrənirəm. Mən özümü şəxsi sərhədləri qurmağı öyrənirəm. Şərtsiz sevgi, mən düşünürəm ki, hər bir ruha verilən bir ərdəmlərdən biridir ki, çünki şərtsiz sevgi çox çətindir. Mən səni, məsəl üçün, səni deyirəm, Aytən olaraq sevməyə bilərəm. Sən məndə məsəl üçün qıcıq yarada bilərsən. Amma mən əgər fərqindəliyim açıqdırsa, mən başa düşürəm ki, sənin içində elə bir ruh var ki, Allahın ruhudur. Mən sənə artıq şərtsiz sevgi göndərirəm. Başqa bir misal gətirim. Yəni fərdi sevməsəm də, fərdi sən sevməyə bilərsən. Başqa misal göndərim. Mən sizə bayaqda öncədən danışdığımız kimi demişdim ki, yaxınlarımız cadu əməldir, göz nəfsdir. Eləyirlər də, sağ olsunlar. Allah onlardan razı olsun. Bu şərtsiz sevgi nədir? Şərtsiz sevgi onların o etdiklərinə belə sevgi ilə yanaşmaqdır. Bu artıq tam özüm üçün demirəm, amma artıq tam Allaha güvənməkdir. Sən o insan gəlir sənə ailəvi dağıdır. Ata-anava məsəl üçün nəsə eləyir. Əməldir də gəlir, atır, eləyir, ailə qarışır bir-birinə, davası, qırğını və s. Sən ona qarış tökmək yerinə, sən ona o əməl tökmək yerinə və yaxud da deməkdən ki, sən nə üçün mənim qarşıma bu cür insan çıxartdın və s. demək yerinə, sən ona ancaq sevgini göndərirsən və Allahdan onun ruhuna şəfa istəyirsən ki, onun ruhuna şəfa getsin ki, artıq o da ayılsın ki, onun elədiyi yaxşı bir şey deyil. Bax, buna insanlıq getməlidir. Şərtsiz sevgi bax budur. Şərtsiz sevgi sənə pislik eləyən hər kəsə pisliklə cavab vermək deyil də, onları olduğu kimi qəbul edir və mən buradan nə nəticə almalıyam deməkdir. Kəmal xanım, baxın, bir adam bugün olur da indi biz tam ruh vəziyyətinə də keçə bilmirik. Yəni ruhumuzun dediyində elə bilmirik. Əlbəttə ki. Biz tam da bu cəmiyyətin içində də deyilik. Yəni biz bir vəhdətdəyik də, belə deyim, hər ikisinin arasında, amma biz hər ikisini yaşamalıyıq. Bəli. Bu indi görünən ikidir, görünməyən daha neçələri var. Məsələ burasındadır ki, bax, biz insanıq. Bugün səhər mən də deyirəm ki, mən də əsəbləşmirəm, belə, elə. Bir sözdən, özündən asılı olmadan hisslərini cilovlaya bilmirsən. Bəli. Hisslərini cilovlaya bilmirsənsə, sən artıq çıxırsan özündən. Bəli. Yaxşı, bu məndə, bax, bu hissi, bu sözü demədiyim halda da belə, bu da mənə ziyandır axı, bu da mənim üçün səhvdir axı, bu da mənim öz sərhəddimin qurmamağına, sabah mənim sözümün deməməyinə, daha sonra baş verəcək hadisələrə, bunun da bir təsiri var axı. Bəs mən orada necə reaksiya göstərim? Yəni deyirsiniz ki, hər hansısa bir situasiya yaşandı və mən orada sözümü deməliyəmi, deməməliyəm. Bəli. Düzdürmü? Yəni bu saxlamamalıyam. Yəni mən də saxlamaq istəmirəm axı. Ümumiyyətlə məlumat verəndə sizi qoyuram bir kənara. İnsanlar deyir ki, ya belə olmalıyam, ya cavab verib orada dava qırğın yaratmalıyam. Misal olaraq, indi sizinki də gətirir. Və yaxud da tam hər bir şeyi qəbul edib bir kənarda oturmalıyam. Yox, belə deyil. Bir ortaq məxrəc var. İnsan, mən düşünürəm ki, insan ürəyi ilə yaşamalıdır. Aytən xanım, əgər oradan sizə gəldi içdən ki, mən orada o sözümü deməliyəm və onlar o sözü eşidib bir dərs çıxartmalıdırlar deyirsənsə və demədiyin halda bu səni narahat eləyirsə, sən gedirsən, öz-özünə əsəbləşirsənsə, uşaqlara əsəbləşirsənsə, ümumiyyətlə mən gərək deyərdim deyirsənsə, o zaman siz o sözü deməlisiniz. Amma əgər bəzən bizə olan yanlışları biz orada danışmamağı seçirik. Çünki o insan birincisi mənə başa düşməyəcək, ikincisi mənim boş yerə enerjim gedəcək, ikincisi də ki, mən orada o sözü desəm, mənim dəyərim aşağı düşəcək. Bax, bu ortaq məxrəci tapmaq, bəzən susmaq lazımdır. Ortaq məxrəci tapmaq çox vacibdir. Bəzən Aytən xanım, biz susmalıyıq, susmağı seçməliyik. O demək deyil ki, sən utdun və yaxud da səni əzdilər. Əsla. Sən əgər özünü əzilmiş hiss eləyirsənsə, deməli sənin içində o əzilmiş kodu var. Onu artıq təmizləmək lazımdır. O başqadır. Amma sən əgər sustuğun halda özünü əzilmiş hiss eləmirsənsə və deyirsən ki, mən burada müdrik yanaşıram. Mən bildim, burada susmaq lazım idi. Bax, bu fərqindəliyin açılması, bax budur ki,
doğru elədiyi artıq sorğulamırsan. Bildiniz necə? Bildim. Baxın, Ayda xanım, dərslənmə 3 cür olur. Hər kəsə icazə yoxdur, getsin, ayılsın, fərqindəliyi açılsın və yaxud da nələrisə icad eləsin. Bu videoya baxan hər kəsə artıq o icazə kanalı açılıb. Ruh var ki, bu dünyaya gəlir. Sən ona haqq otur başa sal ki, bax bu sistem belə gedir ha. Sən bunu belə eləsən belə olacaq. O yenə deyəcək ki, yox sən səhvsən. Və yaxud da sən eşitdiklərini, sənin dediklərini başqa yerə yozacaq. Və yaxud da ən pis halda danışmaq qüsurlu, belə deyim, danışa bilməyəcək, eşidə bilməyəcək, görə bilməyəcək, ayaqlar tutulacaq, əllər tutulacaq. Ona, o ruhlara icazə yoxdur ki, hal-hazırda bu biliklərə sahib olsunlar. Burada nədir dərs? Burada ruh heç bir bilgisi olmadığı halda Allaha öz sədaqətliyini göstərməlidir. Sən məni tanımaya, hissinlə, ruhuna nə dərəcədə sən onu dinləyəcəksən, nə dərəcədə sən Allaha sadiq qalacaqsan bütün bu vəziyyətdə. Ruhun almalı olacaq dərsi budur. İnsanlar deyə bilər ki, haqsızlıqdır. Düzdürmü? İnsan deyə bilər ki, ay Kəmal xanım, mən keçmiş həyatda nə bilmişəm, nə olmuşam, nə etmişəm. Bu verilişlər hal-hazırda ona görə çıxıb ki, insanlar başa düşsünlər ki, bax, bu var. Sən bunu görmürsənsə, bu yoxdur demək deyil. Mən hal-hazırda mikrofona danışıram, mən burada olan stakanı görmürəm. Düzdürmü? Mən görmürəm. Bax, əlimi də toxundurmuram, mən onu görmürəm. Amma o deməkdir ki, o yoxdur orada. O var axı, düzdürmü? Mən onu əlimi götürüb içə bilərəm. Bu var. Sənin görmədiyin nəsə, nələrsə, o demək deyil ki, o yoxdur. Sənin əgər sən o insanın pis dediyin insanın yaxşı tərəfini görmürsənsə, o demək deyil ki, onun yaxşı tərəfi yoxdur. Sən əgər pis insan, yaxşı insanın pis tərəfini görmürsənsə, o demək deyil ki, onun pis tərəfi yoxdur. Ümumiyyətlə yaxşı və pis insan varmı? Kainat dualizm sisteminə əsasən yaradılıb və biz kiməsə görə pisik, kiməsə görə yaxşıyıq. Kimsə mən haqqında da düşünə bilər ki, Kəmalə pisdir. Deməli, o mənim o tərəfimi görməlidir və mənim o tərəfim onda güzgülənməli idi. Mən bayaqki mövzunun davamını gətirim. Ruh icazə yoxdur. O öz sədaqətliyini Allaha göstərməlidir. İkinci var, məlumatlıdır. Baxıb hər şeyə, kitabları oxuyub, amma icra eləyə bilmir. İcraya hələ icazə yoxdur. Hələ ki, o enerjiyə qalxmayıb ki, onu o icra eləsin. Artıq ruh əgər təkmilləşirsə, dualar oxuyursa, meditasiyalar eləyirsə, kodlamalar, təlimlər, bu artıq biliyi öyrənirsə, öyrənməyə doğru gedirsə, artıq ona icazə verilir ki, öz həyatında nələrisə dəyişməyə başlasın. Hər kəs mübəyəm öz həyatını dəyişə bilir. İstəyir. Hər kəs istəyir. Hamı istəyir. Bu saat rəylərdə məsələn çox adam deyirlər ki, baxın, buna toxunmaq istəyirəm. Bəzən deyirlər ki, danışdı. Bir şey demədi ki, mən həyatımı dəyişim. Baxın, dəyişmək istəyən insan bir sözdən belə yapışıb, onu şişirdib özünə dərs çıxardacaq. Dəyişməyə hazır olmayan insan, mənim sizin verilişinizdə ən azı 16-17 podkastım var. Mənim öz YouTube kanalım var ki, orada hər həftə podkastlarım paylaşılır. Hətta ödənişsiz tamamilə ödənişsiz. Bəli, hə, ödənişsiz təlimlər də bilirəm, verirsiniz, bəli, seminarlar keçirirsiniz, bəli. Xidmətli. Mütləq izləyin. Xidmətli boynumun borcudur ki, onlara verim. Dəyişmək istəyən insan bir sözümdən yapışıb, gedib onu öz həyatında tətbiq eləyəcək. Dəyişmək istəməyən insan 100 dənə də podkasta baxıb deyəcək ki, burada mənə bir açar vermədilər. Çox dəyərli izləyicilərimiz, mən sizə çox təşəkkür edirəm izlədiyiniz üçün.
kommentlər bildirdiyiniz üçün, kanalımıza abunə olduğunuz üçün. Amma biz aylıq statistikalara baxırıq. Aylıq statistikalarla heç də bizim rəqəmlərimiz düzgün gəlmir. Baxırıq ki, izləyici sayı, izləmələrimiz real daha çoxdur, amma izləyici sayında isə rəqəmlərimiz artmır. Rəqəmlərimizin artması isə birbaşa bizim gələn qonaqlarımıza, əməkdaşlarımızın çalışmasına, bizim özümüzün fəaliyyətimizin davam etməsinə təsir göstərəcək. Bu sizin üçün çox sadəcə bir düymə basması ola bilər, amma bizim üçünsə böyük bir əhəmiyyət kəsb edir. Hər birinizdən çox xahiş edirəm. Bizə dəstək olmaq üçün mütləq şəkildə kanalımıza abunə olun. Kommentlərinizi həmişəki kimi əsirgəməyin və bu yolda bizi tək qoymayın. Təşəkkür edirəm sizə. Bir də belə mənim də yaralı yerimdir. Qoy mən də bunu deyim, Kəmalə xanım. Deyirlər ki, deməli də axtarırlar. Allah sizlərdən razı olsun. Deyirlər, kimin yanına gedim ki, düzəlim? Deyirəm ki, həyatım, neçə ilə belə olubsan? Neçə yaşın var? Deyir, misal üçün da 34 yaşın var. Deyirəm, sənə düzəlmək üçün bir 34 il lazımdır. Çünki sən bunu bu illər boyunca yığmısan. Sən bunu illər boyunca da tökməlisən. Bəli. Bunu Kəmalə xanımda sehrli çubuq yoxdur. Murad bəydə yoxdur. İradə xanımda yoxdur. Onlar sadəcə bir hissəni düzəldir. Qalan puzzle qalıb axı. Bəli. Hamısını sən düzəltməlisən. Bəli. Bax, siz deyirsiniz, məsəl üçün, hər terapistin öz sehrli çubuğu var. Kimsə seansla şəfalandırır, kimsə kursla şəfalandırır. Mən uzun müddət seans da elədim, kurs da elədim. Gördüm, hələ ki özümü tapa bilmirəm tam olaraq. Və noyabrda özümə bir sual verdim, daha doğrusu sistemə bir sual verdim ki, mən insanlara necə xidmət edə bilərəm ki, orada həm münasib qiymət olsun, həm də ki, mən o xidmətə keçmək istəyirəm artıq. Yəni artıq insanlara elə bir şey vermək istəyirəm ki, yəni onlar ondan çox yaxşı nəticələr görsün. Çünki bilirəm, o sehrli çubuğu istəyirlər. Bizdə kodlamalar var. Aydan xanım, inanın ki, minlərlə kodlama satmışıq. Və o kodlamalardan gələn geri dönüşləri mənim heç bir ödənişli, bəlkə də ən bahalı kurslarımdan o formada geri dönüş olmayıb. Maşallah. Bizdə cəmi 10 manatlı kodlama. Bəli, bəli. Yəni ondan artıq qoymuram və söz vermişəm ki, o qiyməti də qaldırmayacağam. Və bizə müraciət 100-ə yaxın kodlama var bu arada. Və bizə gələn müraciətlər var ki, həyatlarını dəyişir insanlar. Autizmli uşaq düşünün, danışmağa başlayır. Bunu mən demirəm, bunu rəylər deyir. Bəli. Və mən ona görə kodlamanı saxlamadım. Çünki mən düşündüm, bir ay satışını eləyərəm, daha sonra dayandıraram. Gördüm, yəni dəhşət axın var. Və həqiqətən ev almaq istəyən gedir, ev alır. Nəyə görə? Bu necə baş verir? Mən izah edeyim. Bizim şuurumuz 5-10%-dir. Daha doğrusu 95%, 90% bizi idarə edən şuur altıdır. Şuur ego və məntiqdən ibarətdir. Ego daha çox bizim istəklərimiz egodan irəli gəlir. Mən məsəl üçün bir müddət belə deyim, hamı deyirdi ki, maşının niyə yoxdur? Maşın sürməlisən, maşın fırlanırdı. Və mən həmin o egoma, belə deyim, yenik düşdüm və maşını əldə elədim. Maşına mən bir gün belə oturmadım. Yəni oturmadım. Çünki mən başa düşdüm ki, mən onu oturdum rul arxasına və başa düşdüm ki, bu mənlik deyil. Bu kimlərinsə istəyi idi və mən bunu yanlış bir yerə aldım, icra elədim. Bəli. Bu mənlik deyil. Bu mənim kodlama sistemim deyil. Bu kiminsə kodlama sistemi idi. İnsanların çoxusu da yəni öz istəklərinə əsasən yaşamırlar. Bax, həmin o kodlamalar öz istəyinin, real istəyinin nə olduğunu ortaya çıxardır və sən artıq onu sistemə göndərirsən. Hər birimizdə həyatımızda bilmədən nəsə istəmişik və anında həyata keçib. Çox olub Kəmalə xanım. Düşünən anda belə. Həddindən artıq demişən ki, ay Allah, kaş bu olardı və o növbəti gün gəlib sənin qabağında padnosda verilib. Düzdürmü? Asan. Amma sonra ha ki istəmirsən ki, digər arzularını da bu formada reallaşdırasan, olmayıb, gedib dirənib. Deyirsən ki, bu oldu, indi başqasında istəyim olar, o da gəlmir yəni. Gəlmir. Nəyə görə? Çünki insan Allaha bağlı olan bir varlıqdır və biz ürəklə yaşamalıyıq. Bunu hər zaman demişəm. Həmin an ürək aktivləşir, beyin, şuur
öz təsirini sıfıra endirir. Yəni biz ürəklə aktivləşəndə Tamamilə şuuraltı ilə, ruhla biz istəyirik onu. Ruh göndərdi mesajı və biz onu buraxdıq. Buraxdığımız an etibarən artıq frekanslar birləşir və o istədiyimiz gəlir bizə belə verilir. Ondan sonra niyə alınmır? Niyə alınmır? Çünki məntiq işə düşür. Ego işə düşür. Və bir şey ki, biz Allahdan egosal olaraq heç nə istəyə bilmərik. Olmaz. Gələk bizim bunu başa düşmədim Kəmal xanım. Egosal olaraq heç nə istəyə bilmərik. Allahdan nəsə istəyəndə mən məsəl üçün mən Porsche istəyirəm. Porsche Cayenne'm olsun, bir dənə qara rəngdə, içi də oranj rəngdə olsun. Düzdürmü? Mən bunu istəyirəm. Bu mənim egosal istəyimdir. Niyə? Çünki bu kimdəsə var idi. Mən ona gördüm, özəndim. Və yaxud da bizim qohumumuz var. Məsəl üçün, mənə cadu eləyir, qoy o görsün ki, onun cadusu mənə təsir eləmədi. Mən getdim özümü Porsche aldım düşüncəsi ilə mən kimə Allaha müraciət eləyirəm. Amma bir çox orqanik deyirik də biz ona istəklərimiz olub ki, orada nə qonşu yadıva düşüb, nə qohum yadıva düşüb. Heç nə. Birbaşa sən bağlanmısan kanala, kanal açılıb. Və o istək sənə verilib, gəl halal xoşun olsun və xeyrini də görmüsən. Çox böyük sualın cavabını verdiniz siz bu gün. Bu mənim özümü çox düşündürəndir ki, nə üçün bəzi şeylər var bir saniyədə olur, bəziləri varsa illərlə keçir olmur. Əslində düşünədir. Allahın mənə verdiyi missiyalar var. Missiya var ki, sən gedib ey insan övladı, sən ruh verirəm, bədən də verirəm sənə. Sən get bu adam balası kimi yaşamalısan. Mənim istəyimlə Allahın istəyi ilə mənim istəyim üst-üstə düşməlidir. Niyə mən gedib, məsəl üçün, həkim olmaq istəməmişəm? Yəni mən həyatı boyu cərrah olmaq istəməmişəm. Bu mənim çünki bu həyatdakı bir missiyam deyil. Baxın, bir şeyə də toxunmaq istəyirəm. Gələcəm indi yavaş-yavaş açacağam bu mövzunu. Mən əgər Aydan xanım həkim olacamsa, misalı başqa tərzdə gətirəm. Mən həkim olacam. Mən beyin cərrahı olmaq istəyirəm. Kəmalə Poladova beyin cərrahı olmaq istəyirəm. Mənim 17-18 yaşım var və mən nə istədiyimi bilirəm. Mən deyirəm ki, mən həkim olacam. Mən həkim olmaq üçün ən azı 6-7 il, 10 il oxumalıyam. Düzdürmü? Mən o 10 il oxumasam, gedib beyin cərrahı ola bilmərəm də, düzdürmü? Doğru. Mən 17 yaşımda oturum 10 il dua eləyim və deyim ki, mən beyin cərrahı olmaq istəyirəm, manifest eləyim, arzuluyum, istəyim. Mən gedib beyin cərrahı ola bilmərəm. Mümkün deyil. Mümkün olacaq şeylər var, olmayacaq şeylər var. Mən buradan dərsləmə almalıyım. Mən otururum, dua eləyirəm. Mənim sevdiyim, kodlama alıram, meditasiya edirəm, fərqindəliyimi açıram. Necəsə, hər kəsin yolu fərqlidir. Doğru. Mən gedirəm. Mənə nə açılır? Mən beyin cərrahı olmaq istəyirəm axı. Əgər istəyirəmsə, deməli o mənim taleyimdə var artıq. Yazılıb o mənə ki, sən yaxşı bir beyin cərrahı ola bilərsən. Ailəm mənə deyir ki, bizim illiyi ödəyəcək pulumuz yoxdur. Səni hazırlığa göndərəcək bizim pulumuz yoxdur. Get gir 4-cü qrupun biologiyasına, kimyasına. Amma həkimliyi səni oxutdura bilmərəm. Çünki orada rezidentura var, nələr var, uzmanlıq var və s. Bizdən 50-100. Qalırsan belə və yaxud da evdən səni ərə verirlər. Deyirlər ki, dəli olmusan, sən medinsuda gedəcəksən, evdə qalacaqsan, sən oxuya bilmərsən. Təsəvvür eləyin, bir istək və bir neçə əngəl. Həyatımızdır da, düzdürmü Aytan xanım? Sizin də bir istəyiniz var, ətrafdan əngəllər. Yazırlar ya bizə, yoldaşım qoymadı, atam anam qoymadı. Gəlin bura. Oturursunuz, başlayırsınız öz üzərinizdə işləməyə, kodlama. Dinləyirsən, məsəl üçün, aldın, dinlədin. Duanı getdin, oxudun. Dua sənin bu həyatda alacaq dərsivi yox eləmir. O sənin beyin cərrahın olacaqsansa, sən dua oxuyaraq bir aktrisa olmaq kimi bir istəyin yaranmayacaq. Bildiniz nə demək istəyirəm? Sən elə o beyin cərrahlığa doğru gedirsən. Amma yox yerdən pul gələcək. Valideynlərin yumşalacaq. Sənə artıq qızsan, ərə getməlisən,
düşüncəsi onların ağlından Maneələrin ortadan gedir də, belə deyək. yolun açılır. Hə, yəni yolun açılır sənin. Amma sən o dərsə doğru gedirsən. Sən 6 il medinstitut oxumalısan. Sən 2 ildir, bilmirəm, üzr istəyirəm, nə qədərdir. Rezidenturanı oxumalısan. Sən o beyin cərrahlığı tam bitirməlisən ki, yaxşı bir cərrah olasan. Doğru. Doğru. Həyatda da belədir. Mən əgər mən məsəl üçün indi 35 yaşım var. Götürək məsələn. Mən əgər 37 yaşımda, misal mənə aid deyil, misal olaraq deyirəm, 37 yaşımda Kəmalə əgər aya 50 min qazanmalıdırsa, əgər o 30, 31, 32 yaşında kasıbçılığın dibin yaşayıb, oradan alacaq xüsusiyyətləri almalıdırsa, o yaşayacaq. Bildiniz necə? Çünki ruhun evolyusiya mərhələsi var. Mən onları yaşamadan mən aya 50 min qazansam, o 50 min mənə batıracaq. Hamıya pul şirindir. Hamıya pul xoşdur. Aytəxan, kimsə dərsini kasıbçılıqda alır. Ərdəmlərdə. Orada da müəyyən bir xüsusiyyətləri alır. Belə deyim, kasıbçılıqda pulu bölüşmək, kasıbçılıqda insan olmağı, kasıbçılıqda adamlığını itirməmək, empati hissi qurmağı, insanla mərhəmətli olmağı, yenə də verici olmağın, sənin əgər cibində 10 manatsa üsyanda olmamağı öyrənir. Yox, sən onları öyrənəndən sonra artıq sənə daha yüksək frekans enerji gəlir. Deyə bilərsiniz ki, bəyən varlı olan hər kəs Allaha bağlıdırmı? Əlbəttə ki, yox. O da bir sınaqdır əslində. O da onun dərsidir. O da adam olana qədər ona milyardlar gələcək. Milyonlar gələcək ki, görüm sən hansı pillədə adam olacaqsan. Sənin üçün o ən axırıncı adam ola bilər. Üzr istəyirəm sözümə görə. Sənin üçün o deyə bilərsən ki, o bir köplük adam deyil. Bu sənin düşüncədir. Bu sənin fərziyyəndir. Allah qatında o hansı dərsi keçir, sən ona qarışa bilmərsən. Çox qəribədir Kəmalə xanım. Belə deyim də, mən belə bir şey başa düşdüm ki, qınamaq biz üçün çox asandır. Anlamaq çox çətindir. Biz anlamaq istəmirik. Biz elə hamını özümüzü yaxşı bilirik də, ya öz gözümüzdə heç nə görmürük. Biz elə hamını elə belə pişmasın, düz və yaxud da tərsini elə qınayırıq bir növdən. Amma biz onları başa düşmək istəmirik. Biz onların hazırda hansı sınaqlardan və necə keçdiyini görmək istəmirik. Bir dəfə bir xanım mənə yazdı ki, sizin xidmətləriniz neçəyədir falan. Nəsə xidmətlərimi dedim. Bəs bu istəyirsiniz yazılarsınız, xəbər eləyərsiniz. Və mənə dediyi bir söz oldu ki, mən ali savadlı 2 dənə universitet bitirmiş müəlliməyəm və aya 400 manata çalışıram. Amma səni kimilər oturmusunuz hazıra nazir və məsələn hər hansı bir qiymət deyirsən və rahatlıqla onu qazanırsan. Əlbəttə ki, mən o xanıma heç nə cavab yazmadım, çünki orada yazılası bir söz də yox idi. Amma təsəvvür elə, mən onun gözündə gör necə aşağı, necə üzr istəyirəm sözümə görə qudurmuş, necə özünə razı bir insan kimi görünə bilərəm. Amma onun altında hansı yol var? Hansı maneələri keçmişəm? Hansı sınaqlardan keçmişəm ki, mən indi hal-hazırda rahat 5-10 manatımı qazanıramsa, o onu görmür axı. Amma bu var axı. Bu onu görmürsə, bu yoxdur demək deyil. Ona görə qınamaq çox asandır. Yenə də deyirəm, sən əgər hal-hazırda xoşbəxt bir qadın olaraq yaşayacaqsansa, sən o narsis həyat yoldaşının bütün o xüsusiyyətlərin, məsəl üçün, artıq oradan dərsi alıb çıxacaqsan. Bəzən deyirlər ki, mənim yoldaşım xəyanət eləyir, narkomandır, içki düşkünüdür və s. Mən ondan boşanıram, başımı götürürəm, gedirəm. İndi mən sizə başa salım, orada sistem necə işləyir. Sən oradan dərsi almadın. Dedin ki, mən qaçıram. Dəlixanadır bura, mən heç bir dərs almıram, qaçıram. Sənin övladların var, 2 dənə, 3 dənə, 1 dənə, fərqi yoxdur. Sistem artıq səni, belə deyim, nəzərə alır ki, bu ruh dərsini almadan tərk elədi, qaçdı. Tərk elədin, qaçdın. Çıxdı sənin qabağına 2 il sonra bir insan.
Sən burada narkotika görə boşandın. Düzdürmü? Heç bir dərs almadın, başa düşmədin. Yalandan dedin ki, mən başa düşdüm, amma başa düşmədim. Qoydun yarımçıq getdin. Qoydun yarımçıq getdin. Gələn dəfə əgər bu evliliyinizin 2-ci ilində narkotika başlamışdısa, sən getdin növbəti bir partnyorla ailə qurdun, o 5-ci ildə narkotika başlayacaq. Niyə? Çünki sən burada bunu 2-ci ildə qaçdın, götürdün, o istifadə elədi, eləyən kimi 2-ci ildə atdın onu, getdin axı, yarıda buraxdın. Məqsəd nədir? Məqsəd sənin dərslənməndir. Gəldi 5 ilə. 5 ildə o başlayacaq narkotik istifadə eləmə. Sən deyəcəksən, nə? Bu yenə. Bu daha betərin istifadə eləyəcək. Və sən onu orada atıb gedəcəksən. 5 il, 2 il, 5 il. Bir müddətdən sonra 3-cü partnyor deməyə, Azərbaycan mentalitetinə görə götürək oğluvu. Oğlun böyüyür, müəyyən bir yaşa çatır, 17 yaşda. Sən burada dərsləri saxlamısan yarımçıq. Gəlir, görürsən ki, başlayır narkotik istifadə eləməyə. Hay şüvəy, vay hər ay. Necə yəni? Mənim oğlum narkotik istifadə edir. Ağlaşma filan beşməkan. Ana neynir? Ana çökür. Dərsini də ala bilmir, çünki övlad var ortada. Və övlad, məsəl üçün, gedir, daha betərin eləyir. Bu an sən gərək hər şeyi saxlayasan, övladı falan dəyişməyə çalışmayasan, sən oturub özünə dönməlisən ki, mənim burada alacaq dərsim nədir? Mən niyə bunu yaşayıram? Mən niyə narkotiklə və yaxud da içki ilə uzun müddətli sınanıram? Bu mənə nə öyrədir? Düşür bir labirintə. İnsanların bir çoxu hər zaman nə istəyirlər? İndi dayanacağım, siz sualınızı verəsiniz. Əslində döngüdə olduğunu bilmir də. Döngü var, qısır döngü, labirint. İnsanların çoxu nə deyir? Deyir ki, xanım, eyni döngüdən və yaxud da sizə deyirlər, Aytən xanım, çıxa bilmirəm bu döngüdən. Bu döngü nədir? Adam dəyişir, vəziyyət dəyişmir. İllər boyu yığdığı problemləri, çözmədiyi problemlər gəlir səndən üzbəüz. Qal indi otur, məsələni həll elə. Depressiyaya nəyə düşür insan? Niyə düşür depressiya? Ən çətini də bu sözünüzü unutmayın. Çətin də biz nədir? Düşdüyü vəziyyəti də bilməmək. O çətin. Baba, o çətindir. Bax, o çətin. Bir var biləsən döngüdəsən, bura çatmağın özü də bir yoldur. Bir var ki, bilməyəsən ki, hardasan. Bu vəbşə ümumiyyətlə. Bax, 2012-ci ildən biliklər açıldı. 12 apreldən yeni bir frekans açılır. 12 apreldən 15 aprelə qədər fikir verdisə yox, hər kəsin davleniyası qalxdı, başı ağrıdı, hal-əhval dəyişdi. Mənim belə, yəni məndə olmur heç nə, maşallah olsun. Təzyiqim yerlərdə idi. Bəli, məndə də həmçinin. Çünki yer kürəsi yeni bir boyut atlatdı, bizim dildə desək, yeni bir frekansa keçdi. Biliklər artıq aşırı dərəcədə. Bütün praktiklər sizin yanınızda, sizin verilişə gələndə bütün şəfaatçılar fikir versə yox, biz artıq başlamışıq bu məlumatları pulsuz verməyə. Çox. Əvvəl ödənişli verdiyimiz məlumatları biz indi pulsuz veririk. Çünki sistem bunu tələb eləyir. Pulsuz ömründə heç bir məlumatı verməyən insan belə mənim qabağıma çıxır, görürəm ki, ancaq ödənişsiz seminar və yaxud da minimum nə ilənsə biz artıq məsələni çözürük. Artıq bahalı kurslar işləmir. Məndə işləmir. Yəni məlumatlar açılıb. Məlumatlar aşırıdır. Artıq bilirsiniz necə? Mən məsəl üçün artıq başa düşmüşəm bu sistem necə işləyir. 10 manata kodlama qoymuşam ki, ondan artıq mən hal-hazırda heç nə eləmirəm. Eləsəm də məsəl üçün 20 manata keçmir. Çünki sistem bunu tələb eləyir. Mən onu verməsəm, o məni dağıdar. Sizə ziyandır. Mənə ziyandır. Baxın, mənim borcum xidmət göstərməkdir. Mən özümdə o haqqı harda tapdım ki, mən deyim ki, ancaq mən pulla verəcəm bu məsləhətləri və yaxud da bilikləri, sözləri. Mən bu hardan o haqqı tapdım ki, mənim başımdan vurmazlar sistem. Vurar. Burada yaşadığımı, burada artıq mən yaşayıram. Burada olanı mən burada yaşayıram. Yəni artıq belə bir vəziyyətə gəlmişik. İnsanlığın ən ali məqamlarından da biri insanlara xidmətdir. Nə ilə həkiminki də həkimdir, psixoloqunki. Yəni hər birimiz əslində xidmətdəyik. Bəli. Amma nə dərəcədə bunu verə bilirik?
Əziz Sağlam Həyat kanalının izləyiciləri, 7 iyun 2026-cı ildə Nizami Kinoteatrının əsas zalında keçiriləcək Karmik Səyahət 3 adlı təlimimizə sizləri dəvət edirəm. Qeyd etmək istəyirəm ki, təlimçilərimizin ödənişsiz seansları olacaq. Bütün gələn iştirakçıların ödənişsiz seminarı hədiyyə olaraq qazanmaq şansı yaranacaq. Bu şansı əldən verməməkdən ötürü, oradakı möhtəşəm aura və enerjiləri qaçırmamaqdan ötürü hər birinizi tədbirimizdə gözləyirəm. Kəmal xanım, baxın, kodlama sistemi necə oturur bu beyində? Bu səsləndir, bu dalğa iləndir, bu tembrləndir. Yəni bu proses adamda necə oturur? Beyində necə yerini tapır? Nə üçün soruşuram? Hər dərman hər bədən üçün deyil. Bəli. Razı. Bəli. Hər kodlama da hər insan üçün deyil. Bəli. Doğru. Bu sizdə necə olur? Onu yaxşı dediniz ki, hər kodlama hər insan üçün deyil. Ki onsuz da hazır olanlar və artıq onun beyninə gəlir o informasiya və yaxud da hardansa qabağına çıxır ki, kodlama var. İstək gələn onu onsuz da alır. İstəyi olmayan o gəlib o kodlamanı almayacaq. Və biz onu məcburi şəkildə, məsəl üçün və yaxud da toplu mesaj şəklində qətiyyən və əsla heç kəsə göndərmirik. Çünki hazır olan gəlsin. Kodlama necə işləyir? Kodlama sizin beyninizdəki neyronlar ki birləşir, müəyyən bir tok yaradır, kainata göndərir. Bax, onu dəyişir. Əgər sən ata-anadan gələn kodlama sistemin varsa ki, mən qurbanam, mən dəyərsizəm, mən əzilmişəm, onlar gəlirsə, düzdürmü? Və səni bu narahat eləyirsə, sənə xidmət göstərmirsə və sən ondan qurtulmaq istəyirsənsə, bax, o zaman o kodlama, o qurbanlıq, o özgüvənsizlik, özünə dəyərsizlik kodunu dəyişir. Dəyişdiyi üçün də sən artıq sistemə, kainata fərqli bir mesaj göndərirsən. Fərqli mesaj göndərdiyin üçün də səni artıq fərqli bir vəziyyətlər tapmağa başlayır. Niyə dəyişir? Bunu da deyək. Çünki sənin hər gün verdiyin qərarların 95%-ı sən vermirsən. Bəli. Sən başa düşmürsən ki, ümumiyyətlə sən qərar verirsən, yoxsa vermirsən. Sənə elə gəlir ki, verirsən. Əslində bu bizim deyilməyən sözümüz, eşidilməyən səsimizdir də. Bunu da deyim ki, misal üçün bir dənə baxın, evə gedəndə hansı yolla gedirsiniz? Bəli. Əgər evə həmişə bir yolla gedirsinizsə, deməli siz artıq beyninizin oyununda işləyirsiniz. Bəli. Artıq döngüdəsiniz. Necə dəyişə bilərsən ki, əgər sən yolunu dəyişmirsənsə? Ay sağ ol. Baxın, məndə uzun müddətdir məndə bir kod var və mən onu özümdə silməmişəm. Baxın, belə bir şeylər də var. Həmişə tənqidi yanaşıram özümə. Özünüz görürsünüz. Mən hər verilişdən çıxım, mən başlayıram. Mən bu verilişi bəyənmədim. Mən orada belə dedim, elə. Mən öz podkastlarıma da beləyəm. Yəni o qədər podkast çəkirəm. Hər podkastdan sonra mən deyirəm ki, mən bunu da demədim. Gərək o mənim içimdəki tənqiddir. O mənə anadan gəlir. Çünki anam həmişə deyirdi ki, sən daha yaxşını bacara bilərdin. Bax, o kodu mən özümdə dəyişmirəm. Əsla və əsla. Çünki o kod məni inkişafa aparan koddur. Bax, bunu da anlamaq lazımdır. Sənin içində olan müəyyən bir kodlar var ki, sən onları mənfi də olsa onlarla inkişafa gedirsən. Tətikləyirlər səni. Onlar səni tətikləyirlər. Mən bu saat o kodu özümdə dəyişsəm, özümə tənqidi. Mən nə dərs oxuyaram, mən hal-hazırda 3 dənə təlim alıram. Mən o təlimləri almaram. Deyirəm, hər şeyi bilirəm. Mənim nəyimə lazım? Yəni, baxın, bu da çox önəmlidir. Ki, bizdə onsuz da elə bir kodlamalar var ki, orada sizin mənfinizə təsir edəcək bir şey yoxdur. Artıq elə sistem qurulub ki, mən bilirəm də artıq, yəni, tonki namyoklara, yəni, həssas yerlərə biz toxunmuruq. Yəni, artıq bilirsən ki, bu müəyyən bir kodlama sistemləri var ki, o insanı belə deyim, yuxarıya aparır, inkişafa aparır. Hər kodlamanın öz dozası var. Əlbəttə ki. Öz dozasıdır. Nə artıq, nə əksik. İnsan alacağı qədər bizdən alacaq, mən də verəcəyim qədər verəcəm. Kimsə gəlib məndən deyə bilər ki, wow, həqiqətən mənim beynim partladı deyib çıxıb gedə bilər. Kimsə isə mənlə oturub danışıb deyəcək ki, ya mən belə də, yəni pis deyilsən, ortalama nəyisə başa düşdüm, nəyisə yox. Bu da normaldır. Yəni
ki, zaten bu belə olur. Deməli sən məndən bu qədər alacaqsan. Hə. Bu məndən bu qədər alacaqdı. Bir də Kəmal xanım, o deyil. Baxın, gələndəki hansı niyyətlə gəlirsən, o da var axı. Əlbəttə ki. Yəni bir var siz deyən kimi də bir o təkəbbürümüz, egomuz. Mən nə deyəcəyim bu mənə? Bu nə deyəcək, nə dəyişəcək? Əgər sən bununla gəlirsən, gəlmə yəni. Olmayacaq. Amma bir necə deyim, dənizə düşən bir samanlıqdan da Bəli. Sən amma elə gəlirsənsə, sən əmin ol ki, boğulandakı kimi bura qədər su ilə əmin ol ki, bunu oxusan, düzələsən, dinləsən, düzələsən, sən sadəcə bil ki, bu belə də olacaq. Və şükürlər olsun ki, bizə gələn hər kəs bu verilişə baxır və mənə olan inama əsasən gəlir. O inam, bəli. O inam, bəli. Mənim enerjim, məsəl üçün, mənim öyrəndiklərim və onun məndən alacağı tam birləşir. O birləşdiyi üçün də o insan nəticə alır. Yəni şəfaçı deyir ya, şəfanı verən Allahdır. O kodlama, yəni orada xüsusi bir sözlərdir. Bəli, neyronları dəyişir, amma onu da verən, icazəni də verən, şəfanı da verən Allahdır. O kodlama necə gəldi mənim beynimə düşdü ki, mən oturmuşdum evdə, sadəcə dedim ki, mən insanlara necəsə xidmət eləmək istəyirəm. Gəldi o ideya mənim beynimə. Baxın, hər kəs mənə hər zaman sual verirlər ki, Kəmal xanım, məntiqlə yaşayaq ya ürəklə? Deyirəm, əvvəl sorsaydınız, mən deyərdim ki, məntiqlə yaşayın, məntiqlə evlənin, məntiqlə yaşayın, hər şeyi öz xeyrinizə eləyin və s. Mən indi deyirəm ki, ürəyinizlə yaşayın. Kainat sizinlə hər zaman danışır. Hər zaman mələklər sistemi var, möhtəşəm bir sistemdir. Onlar hər zaman sizə işarələr göndərir. Siz o işarələri eşitmirsinizsə, o işarələr yoxdur demək deyil. Var. Sizinlə kainat hər zaman danışır. Sən əgər bu verilişə gələcəksənsə, sənin içdən bir səs deyir ki, bu dəfə yaxşı olacaq və yaxud da getməlisən, deyir. Və yaxud da sən ora getməməlisənsə, o da sənə deyir. Amma insanlar artıq o qədər kainatın səsini, iç səsini dinləməyi unudublar ki, gedirlər, üzr istəyirəm sözümə görə, başları daşdan daşa dəyir. Sonra artıq faciə yaşayıb, sonra ayılmaq və dəyişməyi seçirlər. Bu çox asan yol deyil Kəmal xanım. Bu biraz kəşməkeşli yoldur. Baxır indi. Hazır olanlar. Çünki bizim əslində təbiətlə bir vəhdət olduğumuzu biz belə çox unutmuşuq. Mən çox belə kiçik bir misal çəkmək istəyirəm. Biz insanlarıq, hamımız insanıq. Bəli. Amma heç birimiz deyilik. Əlbəttə ki. Amma hamımızda bizdən nəsə var, Bəli. amma tam deyilik. Çünki Adəmdən gəlmişik. Bəli. Hamımız eynik. Eynik. Amma məni heç nə tam deyə bilməz. Sizi də heç nə. Bizim hər birimiz bizə görə bir aləmik zaten. Əlbəttə. Bir aləmik. Yəni əslində insanlar oxuya bilsələr, yaşamaq çox da asandır yəni. Əlbəttə ki, mən sizə bir söz deyim. Bayaq da bu mövzuya toxunmuşdum. İndi hal-hazırda elə bir dövrdür ki, hər kəs danışır. Ödənişsiz nələrsə eləyirik, seminarlar eləyirik. Elə mənim özümdə içi bura gələn hər kəsdə mütəmadi olaraq eləyirik. Bir müddətdən sonra o dayanacaq. O da olmayacaq. Vəsə, artıq kim alacaqdısa buradan aldı. Kim şəfalanmalıydısa şəfalanacaq. Amma artıq bu biliklər bu cür dostluqda verilməyəcək, çünki çox ağır biliklərdir. Biz hər şeyi də danışa bilmirik. Biz kadr arxası danışdıqlarımızı burada danışsaq insanların beyni bunu da məclislərində inşallah. Əlbəttə ki. Yəni ki, insan dəyişimə bilirsiniz, başqa variantınız yoxdur. Yaşamaq üçün. Başqa variant yoxdur. Doğru. Sən ya bu həyatda bilirsiniz necə özünüzə deməlisiniz ki, mən bu çətinliyi niyə yaşamalıyam ki? Yəni mən yaxşı yaşamalıyam da. Mən Allahdan gələn ruhamsa, nuramsa, mən bu neqativdə yaşamamalıyam. Demək ki, bu neqativ mənə nəsə öyrədir də. Oturum bir analiz eləyim, oturum bir öyrənim, oturum bir o podkasta baxım və özümə bir suallar verim və onu çözməyə çalışım. Həyatınızı çözün. Çözməyincə övladlarınızın qabağına çıxacaq. Bu qorxutmuram. Əsla qətiyyən. Yox. Sadəcə övladlarınızın da qabağına çıxmasa, nəvələrinizin qabağına çıxacaq ki, bu da sizə daha çox
ağrıdacaq. Baxın, insan 60-70 yaşında kodlama sistemini dəyişmək ona daha çətin gəlir. Nəinki o yaşa qədər olan dövrdə. Doğru. Mən sizlə tamamilə razıyam. Ona görə vaxtında. Yaşamaq üçün bu gün bir toxumat. Bəli. Bir var gün keçir desən. Mən bunu çox deyirəm bu sözü. Bir var gün keçir desən, mən ki bu podkastlardan qabaq gün keçirtmişəm. Bəli. Yaşamamışam. Allaha sonsuz şükürlər edirəm sizə və bizə gələn qonaqlarımızı bizim qarşımıza çıxartdığı üçün. Mən indi yaşayıram. Bəli. Ləzzət alıram. Əziz izləyicilərimiz, yəni yaşamaq istəyirsinizsə, bu gün bir toxumatın. Buradan izləyicilərimizə də səslənirəm ki, Kəmalə xanımın Telegram kanalı da var. Telegram kanalımız da var, WhatsApp kanalı da var və YouTube kanalı da var. Buradan da səslənirəm. Kəmalə xanımın da kanallarına yazılın. Əmin olun, orada da çox maraqlı mövzular var ki, burada danışmadığımız. Kəmalə xanım Hüseyn bizi öldürür. Bizim artıq bir saatımız dolub. Sağ olsun. Yəni mən sizə minnətdaram. Biz hər dəfə bir saatımız podkast olursa bizim bir 2 saat əlavə söhbətlərimiz olur. Xoşdur. Bu baza üçün, bu məlumatlar üçün, bu böyük sevgi üçün, bu necə deyim də ən bahalı, dəyərli məlumatlar üçün sizə minnətdaram. Yaxşı ki varsınız. Yaxşı ki bizimlə və izləyicilərimizləsiz. Mən təşəkkür edirəm dəvətiniz üçün. Nə gözəl ki bu cür veriliş yaratmısınız. Həqiqətən də insanlara faydalı və təşəkkür edirəm. Sağ olun. Sağ olun.